çox uzun müddət böyük vəzifələrdə olmuşam, dövlət müəyyən strukturlarında iştirak eləmişəm. Məsələn, 14 il bu gün o dağıdılan Kənd Təsərrüfat Nazirliyində böyük vəzifələrdə olmuşam, idarə rəisindən tutmuşam, böyük vəzifə, sonra nazir olmuşam, katib olmuşam. Yəni, mənim kifayət qədər böyük təcrübəm var. Elə oldu ki, 3-cü prezident seçkilərindən sonra mənə təklif olundu ki, mən bu sahələrin birinə rəhbərlik edeyim, təcrübəmə görə dövlətə kömək edeyim. Gəldi məsələ çıxdı Ramiz Mehkiyevə. Ramiz Mehkiyev, mən yəni bunu qərəzli demirəm. Bəzi bizim tamaşaçılar düşünürlər ki, Ramiz Mehkiyev vaxtilə mənə nəsə bir pisliyi. Ramiz Mehkiyev məni qəbul edəndə Şamama xanım var idi, onun köməkçisi qadın. Bir də bizim Əli Həsənov, İstihbarat şöbənin müdiri. Ramiz Mehkiyev, mənim o vaxt fərmanım hazırlanırdı. Bizim bu gün orada şahidlik edən nazir dostlarımız da var, qeyrətli adamlar da, onlar bu dövlətə həmişə xidmət edibdir. Rəhmətli Heydər Əliyevə xidmət edən canınla, qanunla, bugünkü dövlət başçısına çox sadiq bir nazir. Biz belə qərara gəldik ki, oturaq gözləyək ki, saat 8-də mənim fərmanım veriləcəkdir, oturaq bir yerdə bir çörək yeyək. Elə oldu ki, mən çağırdılar prezident aparatına, bu Ramiz məni qəbul elədi, Əli Həsənovla bir yerdə, bir də Şamama xanım məni gəlib içərilədi. Və mənə dedilər ki, girəndə bir onun əlindən öp belə. Mən dedim, nəysə, girdik, mən qəbul elədik. Vaxtı mənim... Bir də Hafiz bəy, zəhmət olmasa o epizoda qayıdıq. Sizə dedilər ki, Ramiz Mehtiyevin əlindən öpün. Bu kim dedi? Necə bu prosesi bir daha xatırlayaq? Bunu mənə deyən dünənləri televizorda da dedim. Mənə deputatlar da olubdu, deyiblər. Ondan sonra mənə müəyyən adam var ki, Ramizin könüllü almaqdan ötəri gərək bu belədir də, buna belə. Nəysə, mən girdim səhəri bunu qəbuluna, axşamımız xeyir, saat 6-8 arası belə. Belə dedim, Ramiz Ənvərov, bəs belə elə. Bu açısını belə çıxartdı, dedi ki, sən mənə işləyəcəksən. Dedim, mən bu dövlətə işləyirəm, kimə işləyəm, dövlətə işləmirəm.